Mənfi tam ədədlərin toplanması. Bizə 2 dənə mənfi ədəd verilsə, -8 üzərinə gəl -4. Bu 2 mənfi ədədi toplayanda onların mütləq qiymətlərini toplayırıq. Yəni -8-in mütləq qiyməti və ya modulu 8-ə bərabərdir. -4-ün mütləq qiyməti 4-ə bərabərdir. Onları topladıq 12 və qarşısına mənfi işarəsi yazırıq. -12. Yəni adi mənfilərə fikir vermədən 8, 4 topladıq, qarşısına mənfi yazırıq. Çalışmalarına baxaq. Bizə deyir, təsvirdən istifadə etməklə cəmi tapın. Yəni adi qaydada da tapa bilərik. 2 dənə mənfimiz var, 3 dənə mənfimiz var, topladıq 5 dənə. Yəni 2 və 3-ü toplayırıq 5, qarşısına da mənfi yazırıq. -3, -4, hər ikisi mənfidir deyə topladıq 7, qarşısına mənfi yazırıq. -4, -4, -8, -2, -6, -8. Siz buradakı topları sayaraq da görərsiniz ki, bəli, mənfilərdən cəmi neçə ədəd olduğunu tapmaq olar. Ədədlərin modulundan istifadə etməklə cəmi tapın. İlk dərsə başlayanda dedik ki, bəli, onların modullarını toplayırıq, sonra qarşısına mənfi işarəsini yazırıq. Burada baxsaq çalışmamıza 2-nin A bəndində -2-nin modulu 2, yəni modul belə yazarıq, üzərinə gəl, modul -7, modullarını topladıq 9 və qarşısına da mənfi yazırıq, -9. B bəndində 12 ilə 8, 20, qarşısına da mənfi. 10 ilə 3, 13, -13. -7, 7, 14 və qarşısına da mənfi yazırıq. Bu da -16. Üçüncü, toplama əməlindən istifadə etməklə uyğun misalı yazın və həll edin. Ədəd oxunda yoxlayın. -3-dən 2 vahid solda yerləşən ədəd. Yəni -3, 2 vahid solda dedi deyə, -2, o da bərabərdir -5-ə. Ədəd oxunda da təsvir etsək, elə gəlin buradakı ədəd oxunun üzərində göstərək. Bax, burada tapdıq -3-ü. 2 vahiddə sola get deyəndə 1, 2. Gördünüz, -5-in üzərində dayandıq. -5-dən 3 vahid solda yerləşən. İndi -5-i tapdıq. -5-dən 3 vahid solda. 1, 2, 3. -8. Yəni burada da -5 üzərinə gəl, -3 belə yazarıq. Bu da -8. Yuxarıdakı misalımızda da biz üzərinə gəl, -2 belə də yaza bilərdik, -5. C bəndində -14-dən 3 vahid solda. Yəni -14-ün üzərinə -3 gələcək, bu da -17. -20-dən 5 vahid solda. -20 üzərinə gəl, -5. Solda deyəndə mənfi götürür, sağda deyəndə müsbət. Bu da -25. Hesablayın və müqayisə edin. A bəndində bu çalışmanı götürüm, səliqəli yerdə yazıq. Demək, A variantında ilk öncə sol tərəfi sadələşdir. Hər ikisi mənfidir, topladıq. 62, qarşısına da mənfi yazdıq və -55. Bilirik ki, mənfi ədədlərdən modulu böyük olan ədəd daha kiçikdir. Yəni 62 55-dən kiçikdir. B bəndində -32, -13 topladıq. -45, digər isə -3-dür. Müqayisə etdik. -3 daha böyükdür. Hər ikisi mənfidir, topladıq. 101, qarşısına da mənfi yazırıq. Digərində də 72, 15, hər ikisi mənfidir deyə topladıq. -87, -87 daha böyükdür. D-də
Hər ikisi mənfidir, topladıq. 110, mənfi 110. Digərində də yenə mənfidir. Bu da mənfi 110. Bunlar bir-birlərinə bərabər oldu. Y bəndində hər ikisi mənfidir. Mənfi 250. Burada da mənfidir deyə mənfi 212. 212 daha böyükdür. F-də mənfi 219. Digəri isə mənfi 216. 219 daha böyükdür. Sonra burada yadda saxlamamız var. Əks ədədlərin cəmi 0-a bərabərdir. Yəni əks ədədlər 5, məsələn 5, 5-in əksi mənfi 5. Bunların cəmi bərabərdir 0-a və ya mənfi 5 üzərinə gəl 5 bərabərdir 0-a. Yəni biz ədəd oxunda elə burada mənfi 2-ni 2-ni göstərib. Mənfi 2-ni tapdıq. Üzərinə 2 gəlmə, 2 vahid sağa get, 1, 2. Gəlirik görürsünüz 0-ın üzərində dayanmış oluruq. Yəni burada da qayda kimi yazıb, hər ikisi birinə nümunə göstərdim. Bax, məsələn, buna yazarıq. Mənfi 4 üzərinə gəl, 4 bərabərdir 0 və ya 4 üzərinə gəl, mənfi 4 bərabərdir 0. Yəni, harada əks ədədlər gördüksə, onların cəmi 0-a bərabərdir. İndi 5-də A bəndində görürük, əks ədədlərdir. Deməli, cəm 0. Mənfi 7, 7, əksdir 0. C-də də əks ədədlərdir 0. D-də də əks ədədlərdir 0. Y-də də əks ədədlərdir, cəmi 0. Boş xanaya uyğun ədədi müəyyən edin. Cəmi 0 olması üçün əks ədədlər olmalıdır. Deməli, burada mənfi 15. Və bunu mötərizədə yazırıq ki, 2 dənə işarə bir-birlə qarışmaz. Burada mənfi 21. Burada 10. Burada 7. Burada moduldan 3 çıxacaq deyə boşluğa biz mənfi 3 qoymalıyıq ki, bunlar əks ədədlər olsunlar, cəmi də 0 olsun.